Salam, ümid edirəm ki, hamınız yaxşısınız. Həqiqətən vaxt tapan kimi dedim bir video çəkim, paylaşım. Həm maariflənmək adına, həm ümumən deməli il boyu düşünün. Sınav imtahanları bir yana, söhbət rəsmi imtahanlardan gedir. Təsəvvür tutursuz, 9-cu siniflərin mart ayında 1-ci zona, 2-ci zona, 3-cü zona imtahanları, üstəgəl 11-ci siniflərin 1-ci zona, 2-ci zona, üstəgəl bunların 11-ci siniflərin blok imtahanı, 1-ci cəhd, 1-ci qrup ayrı, 2-ci qrup ayrı, 2-ci cəhd, 1-ci qrup ayrı, 2-ci qrup ayrı. Bir də 9-cu sinifdə xəstə olanlar, digər kollecə gedənlər və s. və ilaxır. Bir də bunun imtahanı. Üst-üstə gələndə 11 imtahan edir. Həqiqətən yəni, bu il boyu bir müəllimin söhbət müəllimdən gedir. Bir müəllimin nə qədər yorulması deməkdir. Allah şükür olsun, bu ülke tədrisini ildə əla başa vurduq, super bir şəkildə başa vurduq. Deməli, 9-cu siniflərdən 42 nəfərimiz qırmızı atestat aldı. Yüzlərimizin sayı maşallah kifayət qədər. 11 siniflərdən isə 75 nəfər qırmızı atestat aldı. 117 nəfər edir. 9-11 siniflər bir yerdə. Bu həqiqətən də mükəmməl bir nəticədir. Gələk qəbul imtahanlarına. Qəbul imtahanlarında da bunu deməmişdən öncə məndə cədvəllər elədi ki, bütün 11-ci sinif şagirdlər də aşağı yuxarı bir-birini tanıyır. 9-cu sinif şagirdlər də bir-birini tanıyır və valideynlər də bir-birlərindən maksimum dərəcədə məlumatlı olurlar. Deməli, bəzən həqiqətən də doğmalaşan dostlarımız var ki, deməlim, reklama ehtiyacı yoxdur. Allah pis nəfsdən, xətadan, bəladan qorusun. Hamımızı, amin inşallah. Bu çox paylaşımları eləyəndə elə bil ki, biraz sıxıntı olur. Həqiqətən də belə bir şeylər olur. Təbii ki, dilimizdə də var. Nəfis, göz, həsəd aparmaq, kimlər həsədə. Amma həqiqətən Allah kim kimə nə arzuluyursa özün olsun. Məsələn, mən sizlərə nə arzuluyuramsa özümün olsun. Eynən də digər dırnaq arası insanlara. Təbii ki, hamı məni sevəcək deyə bir şey yoxdur. Mən hamıyı hazlaşdıracam deyə də bir şey yoxdur. Gücüm çatanı, əlimdən gələni cəmiyyət üçün edirəm Allahın izni ilə. 57 nəfər birinci blokdan sonra 57 nəfər 600 balı keçən şagirdimiz var. Və maşallah olsun, 650 balı keçən şagirdlərin sayı isə bildiyim qədərindən 20 üzəri civarında olmalıdır. Və gələcəkdən də 100% yazanların sayı da maşallah, maşallah. Adları burada bir çəksəm, gələk bir yarım saatlıq video çəkmiş olam və hər bir haqqında da məlumat verirsəm. Mən bütün şagirdlərimin hamısı, istər ən az yazan, istər ən çox yazan, mənim üçün hamısı dəyərlidir. Hamısı həqiqətən də mənim düşüncəm belədir. Əlindən gələn, təbii ki, gücü çatıb oxuyan şagirdlərdən gedir. Həm ailəsi üçün, həm də mənim üçün dəyərlidir. Elə şagirdlər var ki, onlar
o belə deyim də gücündən aşağı çalışan şagirdlər, buna da bildiyimiz qədərindən ən çox sosial şəbəkə, telefonlar mane olur. Məsələn, bu dəqiqə hansı valideyni danışdırsaq, deyəcək ki, sentyabr ayında 100% telefonu əlindən alacaq. Sentyabr ayında telefonu almaq lazım deyil. Sadəcə nəzarətli formasında bu gündən etibarən, məsələn, bilirəm ki, yay boyu ən azı bir şagird, mən adım kimi əminəm, 99.9%-i 10 üzərində telefona baxırlar. Sosial şəbəkəyə baxırlar. Və bu da həqiqətən cəmiyyətimiz üçün həqiqətən ağır bir mövzudur. Çünki artıq elə bir vəziyyət yaranır ki, bəzən valideynlərin evlatlara gücü çata bilmir. Da heç kimi qınamaq olmaz. Hər kəs işdə alınacaq gedir, qalır şagirdin vicdanına. Amma telefon məsələsi artıq elə bir mövzudur ki, bütün müəllimləri dindirsən, onun yaralı yeridir. Valideynlərin də eynən elədir. İnanıram ki, bu telefon məsələsinin də öhdəsindən gəlinəcək. Allahın izni ilə maksimum dərəcədə mən bu illəri gəldim. Hansı şagird ki, gəldi telefonu mənə təhvil verdisə, hansı şagird telefonundan maksimum az istifadə elədirsə, maşallah əla da nəticə göstərdi. Şagird var, istisna hal ha. O da məsəl üçün %1 şagirddir ki, hətta %1 yox, 1000-də 1 şagirddir ki, bunun öhdəsindən gəlir. Telefonu var, sadəcə dərs üçün, qrup üçün. Dediyim kimi, bunu hər kəs öz üzərinə götürməsin. Məsələn, bu illəri mən elə bir şagirdim var idi, Bahar 686.4 bal topladı. Həm buraxılışda 100 yazdı, həm blokda 100 yazdı. Yəni 9-cu sinifdə göstərdiyi nəticənin, yəni bilirsiniz 9-dan 11 eyni nəticə deyil, 11-də blok riyaziyyat eyni şey deyil. Hər adam başı üçün deyil 100 yazsın. Bu 9-cu sinifdə göstərdiyi nəticənin elə bil milyon qat dəfə artdığını yazdı. Amma telefonu var idi. Nətəri var idi. WhatsApp-ı var idi. Qruplar üçün. Təsəvvür bu adam gündə 5 dəqiqə, 10 dəqiqə, 20 dəqiqə telefondan istifadə edir. Və digər bir şagird tanımıram. Belə telefon olsun. Var idi, amma potensialından aşağı istifadə elədi. 630 bal, 650 civarında bal toplayan şagird var idi. Ad çəkib demirəm. O halbuki prezident təqaüdü toplayacaq 700 ballıq şagird idi, amma potensialından çox az istifadə elədi. Yəni 600 istifadə edəndə 30-50 arası belə var idi. Digər şagirdlər, məsələn, Kərəm idi. Valideyni telefon almışdı, çünki telefonla Kərəm kimi adama dərs olmurdu. Bu şəkildə, yəni kimlərin telefonu yox idisə, həqiqətən məsələn, Kərəm 683 üzərində nə qədər bal topladı. Və deməli, gəldik Gürcüstanda da dilənçiləri tapdıq. Belə fikrimi toparlayayım. Deməli, bunları niyə məlumat verirəm? Bunlar əslində böyük bir məlumatdır. İndi çalışacağım maksimum dərəcədə videonu qısa eləyim. Amma o qədər danışılası mövzu var, o qədər indi bu öz üzərimizə düşəni həll edirəm inşallah. Deməli, dediyim kimi 11 siniflərdən 57 nəfərimiz 600 balı keçdi. Yəni bu da elə belə nəticə deyil. Və həqiqətən mən görmədim ki, blokdan sonra hansısa bir valideyn məndən narazı qalsın. Mən bunlara açığam. Təbii ki, mən də çalışıram, hardasa, nədəsə bir boşluq varsa onu düzəldirəm. Onu da deyən valideynlər üçün həqiqətən daha da mənim üçün çox doğma olur.
Eynən mən də il boyu valideynlər var idi ki, onları sıxışdırırdım. Nəzarət edin, nəzarət edin. Həqiqətən həmin şagirdlər həm Adil müəllimin şagirdi olaraqdan həm insan kimi formalaşdı, həm cəmiyyət üçün formalaşdı, həm ən azından onda xarakter formalaşdı. Və bu gün də maşallah olsun, hamısı inanıram ki, tələbə olacaq. İxtisas seçiminə gələk. İxtisas seçimi düşünürəm ki, ayın 10-u, 19-u, 20 arası olacağını düşünürəm. Demirəm elə olacaq, amma elə düşünürəm. Və ixtisas seçimində də ən yaxşını eləyəcəyik, hər il olduğu kimi yenə də hələ bir TikTok açıb, gözəl. TikTokda əgər dürüstcəsinə doğru reklam edirsə, bu əla. Instagram olsun, Facebook olsun, WhatsApp olsun. Amma bir də var, yalancı vədlər verməklə 50 bal toplamısansa, gəl səni universitetə kodlaşdırım. Nə bilim, 0 toplamısansa, gəl səni falan universitetə kodlaşdırım. Bu cür yalancı vədlərə aldanmayın. Bu arada onu da deyim ki, ixtisas seçimlə bağlı mənim yerim yoxdur. Çox xahişəm, bu haqda məni narahat eləməyin. Gücüm çatan ixtisas seçimini eləyirəm. Bir adamam ki, qurban olum Allah, tamaşçı adam deyiləm. Yəni, bacardığımı qədərindən gücüm çatan işi görürəm və öhdəsindən gəldiyim işi yerinə yetirirəm. Bilirik ki, bu dəqiqə həqiqətən cəmiyyətimizdə də çox yalan formalaşıb. Başqa müəllimin nəticəsini götürüm, paylaşım. Dediyim kimi, bizdə hamı bir-birini tanıyır, Adil müəllimin şagirdlərini. Nə bilim, hətta elə müəllim var ki, Rəzət müəllimini mənim paylaşdığım nəticələri bir də görürəm, skrin edib paylaşıb, baxıram mənim statusum, adım da orada görünür. Bu qədər də olmaz. Belə şeylər ümumiyyətlə müəllim adına yalan danışmaq düşünürəm ki, bir mənalı ayıbdır, olmaz. 50 bal toplayıb, 50 bal toplayıb, 30 toplayıb, 30 bal toplayıb, 70 toplayıb, 70 toplayıb, 100 toplayıb, 100 toplayıb. Yəni, hamı 100 toplayacaq bir olmazaq elə bir şey. Respublikada orta hesab 100 min şagird varsa, bunun 60-70 mini deyək ki, 110 min deyək, 60-70 mini 60'ını %100 kəsilir. Bu demək deyil ki, hamı universitetə girəcək. Mən keçən dəfə bir çox xoşum gəldi verdiyi suala da, oturdum, izah elədim, başa saldım, deyir ki, müəllim, məsəl üçün, neçə şagirdiniz var idi, 11 sinif deyirəm, 100 nəfər. Misal üçün deyirəm, 100 nəfər. Deyir, onlardan neçəsi neçə bal topladı. Elə hamısı yüksək bal topladı. Deyirəm ki, ay Allah sağ kömək olsun. Bu faiz nisbətli deyilən bir şey var da. Elə müəllim var ki, yəni o boyutda dərsdən sonra bu şagird deyək ki, 13 düzəlcir, 14 düzəlcirsə, yəni bu başqa müəllimin yanında heç bir dənə də düz yazmayacaq. Yəni sən düşüncən yanlış düşüncədir. Deyir müəllim, niyə? Deyirəm, niyəsə odur ki, hamı 700 bal toplaya bilməz. Ona görə ixtisas seçimlərini veriblər. 650-700 arası, 600-650 arası, 550-600 arası, 500-550 bal arası. Bunları bu şəkildə verirlər. Hətta gəlir düşür, uşaqlar universitetə girsin deyə, hətta 50 plus bal toplayanda valideyn blok imtahanından az qalır sevincindən dombalaq aşağı ki, nə yaxşı 50 balı keçdi. Bu 200 balla tam səmimi və sözümdür. İstisna hallar yenə ola bilər. Bu 200 balla gedir, indi universitet adları çəkməyəcəm. O universitetləri oxumaqdansa, vallahi deyirəm, gedib, nə bilim, bir işə texnikum qutarı, bir peşə sahibi olmaq ondan 1000 dəfə yaxşıdır. Baxın valideynlər, bunu da deyim, biraz başarılısı olsa da, tibb universiteti 5 il qutaran birindən, 11 sinifdə tibb kolleci qutaranın
statusu eynidir. Hətta tibb kolleci qutaranın maddi durumu da o universiteti qutarandan yaxşıdır. Və qazancı da ondan yaxşıdır. Tibb kollecini qutarıb, apteki var, nə bilim, və s. və ilə axır. Və yaxud başqa bir tiş texniki. Gedib 5 il onu oxumaqdan, adam gedib bir peşə öyrənir, diş texniki. Mənən universiteti qutarandan 100 dəfə əl işi də yaxşıdır, dizayni də yaxşıdır və əladır. Yəni, valideynlər başa düşürəm. Bizim psixologiyamız belə formalaşıb ki, bax, mütləq və mütləq universitet qutarmalıdır. Vallahi, hamı universitet qutarmalı deyil. Onsa qutara bilmir. Amma peşə, çalışın, bir işə yarasın. Bir işin qulpundan tuta bilsin. Daha durun, mən buna universitet qutarım, sabah günü neçə nəfər mən axsaqqal adamlar tanıyıram, ahıl başlı yerində. 55 yaşı var, 60 yaşı var, 45 yaşı var. Adam deyir, müəllim, 2 diplomum var, iş tapa bilmirəm. Adam var deyir, müəllim, 3 diplomum, həqiqətən də var, iş tapa bilmir. Məcbur oxudu universiteti. O vaxtları pulunla olurdu universitetlər. Pulu verirdi, universitetə qəbul olurdu, istənilən universitetə. Amma indi elə gözəl sahələr yaradılıb ki, həm peşə məktəbi, həm kollec, həm universitet, yəni hərə özünə uyğun gedib bir peşə seçib onun arxasınca düşsə, əl olar. Bu da işin bu bir tərəfi. Düşünürəm ki, hər mövzudan biraz valideynləri məlumatlandırıram ki, özlərində də beyində bir fikir olsun. Bəzən valideynlər mənə yanıma gəlir, deyir ki, Adil müəllim, siz zəif uşağı götürmürsünüz. Deyirəm, ay valideyn, bax bu 53-dən 27 çıxa bilmirsə, nə bilim, 17-dən üstə 47 gələ bilmirsə, nə bilim, sadə tənli hesablaya bilmirsə, bu uşağı aparın, ibtidai təhsil verin, öyrənsin, ondan sonra qoyun peşə məktəbinə, peşə məktəbindən sonra da Allahın izni ilə yaxşı bir işin böyründən yapışsın, həm ailəsini dolandırsın, özünü dolandırsın. Cəmiyyətdə həqiqətən düz danışırsan, bəxt gəlir. Yalan danışmaq insanlığa yaraşmır. Amma görünən odur ki, həqiqətən hal-hazırda yalan bir il, 2 il insanların işinə yarayır, pişiyim, ondan sonra deyirsən ki, hə, bu işə yaramadı. Valla neçə dənə şagird olmuş, 9-cu sinifdən çıxartdığım. Hansını tanıdım, mən bir dənəsi də universitetə girdiyini görmədim. Allahın kollecinə belə gedib girmədi. Çünki niyə? Valideynin pulunu yalandan 10-11-2 il bunun ödənişini alasan. Yəni, bu insanlığa yaraşmır. Yəni, deməyim ondadır ki, Adil müəllim zəif uşaqları götürmür, yox, elementar bazası olmayan şagirdləri götürmür və hətta onlara yol göstərir. Deyir, bax, siz üçün müəllim verim, gedin onun yanına hazırlığa, ilkin bazanı öyrənin və ondan sonra da gedin peşəyə, kollecə bir işə yarayın. Bunu Adil müəllim sizə yol göstərir. Da yoxsa, zəif ola bilər. Elementar bazası var, amma oxumayıb uşaq zəifdir. Ona dəstək çıxıram. Hətta Adil müəllimin yanına gələnlər göydən düşmüş şagirdlər deyil, bu yüz yazanlar. Bu Hüseyin Həkimzadə var idi. B qrupunda idi. A qrupundan riyaziyyat 100% yazdı. Yəni, hardan hara? İnsan çalışmalıdır. Hüseyin Həkimzadənin telefonu var idi mi? Xeyr. Kərəm 64 baldan hara gəldi 100%-ə? Deməli, bu uşaq elementar bazası var, ibtidai sinif bazası var, sadəcə oxumayıb. Bu zəif uşaqdır. Bu zəif uşağı da edirsən güclü uşaq, bu şəkildə edirsən, gəlir yazır 100%. Belə dərdləşdim, bölüşdüm, yekun qeydləri də edeyim.
və məndə də not qalsın. Deməli, 9-cu siniflərdən 42 nəfər qırmızı, 11-ci siniflərdən 75 nəfər qırmızı, 117 nəfər və üstəgəl 11-ci siniflərdən 57 nəfər hal-hazırda bildiyim şagirdlər 600 balı keçiblər. Maşallah. Bizim təqaüdçülərimiz var. Allahın izni ilə və inanıram ki, növbəti il bundan da güclü olacağıq və ən gözəl nəticələrimlə valideynləri sevindirəcəyik inşallah. Şagirdlərə tövsiyəm bir kimdə odur ki, 10-cu sinif, hal-hazırda 10-cu sinifdə 11-ci sinifə gedəcək şagirdlərə tövsiyəm və onların valideynləri odur ki, çalışın, evlatlarınızı nəzarətdən qoymayın. Hal-hazırdakı dövrümüz, zamanımız onu tələb edir. Xüsusən qız evlatlarımızı aldığı havadan belə xəbəriniz olsun. Niyəsə odur ki, toplumumuz, mühitimiz onu tələb edir. Oğlan uşaqlarına isə yenə eyni qaydada nəzarət lazımdır. Əgər yaxşı təhsilli olması istəyirsinizsə, yaxşı cəmiyyətdə yer tutmasını istəyirsinizsə, mütləq bunlar lazımdır. 18 yaşı tamam olub universitetə girəndən sonra artıq bunlara nəzarət lazım deyil. Bunlar özləri nəzarət eləyəcək. Həm bacı qardaşlarına, həm ətrafdakı qohum, tanış, əmi uşağı, bibi uşağı, xala uşağı və s. bunlara da bu kimi dəstək çıxacaq. Məsələn, İsmail Məmmədov var, keçənlərin 687 bal toplayıb adada oxuyur, prezident təqaüdçüsü. Həqiqətən qardaşına elə bir sahib çıxır ki, onunla həm dostdur, həm qardaşdır, həm sirdaşdır. Keçən dəfə oturdum, söhbət elədim, çox xoşum gəldi həqiqətən. Bu kimi şagirdlərimizin Allah sayını çox eləsin və onlar da öz bacı qardaşlarına vaxt ayırsın, söhbət eləsin. Onları pis mühitdən qorusun inşallah. Müəyyən mövzular haqqında bölüşdüm. İnşallah ki, bundan sonra daha diqqətli olacağıq və növbəti inanıram ki, bizlərimizin sayı daha çox olacaq. Nətər ki, maşallah, maşallah, həqiqətən də sayını bilmirəm. 600'lərdə sadəcə bir köməkçi dostumuz var idi. Onunla oturduq, hesabladıq. Maraq üçün görək bu il necə olub. Keçən ilkinə nisbətən gördük ki, maşallah, maşallah əməlli artım var. Gələnlərin inanıram ki, bundan da çox 600 pluslarımız olacaq. Valideynlərimiz ildən-illər daha məsuliyyəti artır. İnanıram ki, mənə dəstək olacaqlar. Onlardan riyaziyyət soruşmayacaqlar. Sadəcə evlatlarına nəzarət edəcəklər. Bu mənə kifayət edir. Xoş oldu, sizə vaxt ayırdım. İnanıram ki, bu diqqətlə qulaq asan valideyn üçün çox maarifləndirici bir video oldu. Valideynlər üçün maarifləndirici bir video oldu. En azından mən də hal-hazırda Gürcüstandayam, Batumidə. Yurdum az da olsa biraz çıxıb. Hələ də sahədə davam edirik. Allahın izni ilə dərslərimiz sentyabrın əvvəli başlayacaq. İndi orada neçəsinə düşürsə, birinəmi, ikisinəmi, üçünəmi, bütün siniflərlə, yəni 9, 10, 11 sentyabrın əvvəli başlayacaq birindən etibarən. 8 siniflərlə isə dərslərimiz oktyabrın birindən başlayacaq inşallah. Elə diqqətiniz üçün sağ olun. İnşallah görüşərik. Hamınıza uğurlar. Sağ olun.